bugün Almanya prezidenti administrasiyasının Azərbaycandan üzr istəməsi bu onu göstərir ki, Almanya min illərdən gələn dövlətçilik təcrübəsinə irəli gələrək öz adını qorumaqda maraqlıdır və Almaniyanın Azərbaycan ərazi bütövlüyünü dəstəklədiyi fikri həmin üzrxalqda göstərməsi Almaniyanın böyüklüyüdür. Biz Almanya prezidentinin Azərbaycana xoş gəldin deyirik və eyni zamanda şübhəsiz ki, Almaniya tərəfi bu təxribatın kim tərəfindən törədildiyi və bu səfər ərəfəsində edilməsinin kimlər tərəfindən təşkil olduğunu hər halda araşdıracaqdır. Və bununla belə qeyd etmək istəyirəm ki, təəssürat yaranır ki, bugün iki Avropa var. Bir, üzr istəməyi bacaran, ərazi bütövlüyünə hörmətlə yanaşdığını bir daha bildirən Almaniya və vaxtaşır Azərbaycan daxili işlərinə qarışan, Azərbaycana şər böhtan atıran Avropa Parlamenti. O parlament ki, onun Azərbaycanla qəbul etdiyi qərarlar, qətnamələr onun səlahiyyətlərinə daxil deyil. Biz Avropa Birliyinin üzvü deyilik və Avropa Parlamentinin bütün səlahiyyətləri ancaq Avropa Birliyinə daxil olan ölkələr üzrədir. Və mən sual edirəm, Avropa Parlamentinin də Azərbaycandan üzr istəmək zamanı gəlib yetişməyibmi?